Sizə zarafat gəlməsin ha, düz 10 il biz tərəfdə bir igidin ömrü deyirlər. Bəzən bizim primitiv gördüyümüz bəzi vərdişlər bizim gündəlik həyat tərzimizə çevrilir və zamanla bizim sağlamlığımızı əlimizdən alır, bizim ömrümüzü qısaldır və biz bunun gec fərqində oluruq. Bu pis vərdişlərin başında gəlir hər gün şəkər istehlak eləmək. Söhbət insanların əli dəyən, insanlar hazırlayan şəkərlərdən gedir. Belə onsuz da ümumi götürəndə hazırlama qidaların əksəriyyəti insan sağlamlığı üçün çox-çox zərərlidir. Çünki həmin qidaları hazırlayanlara sizin sağlamlığınız yox, sizin qazandırdığınız pul önəmlidir. Qayıdaq şəkərə. Şəkər deyəndə ağlınıza təkcə şirniyyatlar gəlməsin. O gün bir pasiyentə fərdi qidalanma proqramı önərirəm. Sadəcə səhhəti ilə əlaqədar dedim ki, bir müddət şəkəri rasiondan ümumiyyətlə çıxar. Mənə qayıdıb deyir ki, mən şirniyyat yemirəm ki. Halbuki hər çay qəndlə içir. Hər bekar olanda ağzına konfet soyub atır. Hər axşam mürəbbə yeməmiş yatmır. Süfrəsindən kola, fanta, pepsi əksik deyil. Tez-tez enerji içkiləri qəbul eləyir. Hər gün bir stəkan kompot içir və s. Bəs bunlar şəkər deyil. Hər gün şəkər qəbul etmək sizdə psixoloji stres və yuxusuzluq yaradaraq həm daxili orqanlarınızın, həm də dərinizin daha tez qozalmasına, daha tez yaşlanmasına səbəb olur və əksər vaxtlarda bunun geri dönüşü olmur. Daha ətraflı açıqlama qismində çalışın, sağlam olun, sağlam qalın.